Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Heç də xoş olmayan bir məsələni müzakirə edirik. Türkiyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması və qəza nəticəsində yüksək peşəkarlığa malik 20-yə yaxın Türkiyə hərbçisinin dünyasını dəyişməsi, həlak olması və şəhidlik zirvəsinə qalxmasıdır. Bugünkü verilişimizi biz ona görə etdik ki, elə mövzuya qədər, yəni verilişə qədər biz ciddi şəkildə prosesləri izləyirdik və Gürcüstan efirini, canlı efirlərini, çünki onlar mütəmadi şəkildə canlı efir verirdi. Dünəndən etibarən, gün ikinci yarısında 2 hərbçinin nəşi hələ tapılmamışdı. Axşama yaxın daha biri tapıldı, sayca 19 oldu və indi Gürcüstan Daxili İşlər Nazirliyi, hansı ki bu prosesə Gürcüstan tərəfindən rəhbərlik edir. Elə bir təxminən 15 dəqiqə bundan öncə canlı efirdə həm yerli və digər beynəlxalq televiziya kanallarının önündə bildirdi ki, sonuncu, yəni sadəcə ikinci Türk hərbçinin nəşi tapılıb və təhvil verilib. İlkin araşdırma aparılır və mərkəzə aparılıb, orada laboratori proseslər həyata keçiriləndən sonra əlbəttə ki, ölkəsinə, yəni Türkiyəyə yollanılacaq. Yəni dediyim ki, məsələni biz bu kontekstdən baxırıq. Əlbəttə ki, bu təxminən bu günlər ərzində bütün dünyanın, eyni zamanda Azərbaycanın bütün ayrı-ayrı şəxslərinin diqqəti bu təyyarə qəzasına yönəldi. Müəyyən suallar çıxdı. Sosial şəbəkələrdə əlbəttə ki, yanlış istiqamətə prosesi aparmaq istəyən şəxslərə də rast gəldi. Amma əlbəttə ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın dediyi kimi, istər Türkiyədə, istər digər yerlərdə tam məsələ qara qutu açılıb, ekspertiza aparılana qədər, hətta belə dedi ki, spekulyasiyona, dezinformasiya yol vermək olmaz. Elə bu məsələləri rəhbər tutaraq biz də bugünkü verilişimizdə hələ ki, belə demək mümkün, o nəticələr açıqlamadığı üçün texniki tərəfləri, bu qəzanın, təyyarənin özünün texniki tərəflərini bir müzakirə etməyə çalışacaq. Studiyamızın qonağını sizin diqqətinizə çatdırıram. Hörmətli hərbi ekspertimiz Ramil Məmmədli, siz xoş gəldiniz. Təşəkkür edirəm dəvətə görə, çox sağ olun. Bu tip proseslər baş verəndə çalışırıq ki, işi bilən peşəkarlara müraciət edək. Amma icazənizlə biz bir qədər, yəni bir neçə gün bundan öncə baş vermiş o qəzadan dərhal sonra verilən açıqlamaları tamaşaçıların diqqətinə bir daha xatırlatmaq istəyirəm. Vurğulanırdı ki, təyyarə havaya qalxmazdan əvvəl təxminən 2 saat Gəncə hava limanında qalıb. Bu müddət ərzində ekipaj zəruri texniki baxış və hazırlıq işləri aparılıb. Üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik qaydalarına riayət olunduğu bildirilir. Təyyarə 8 noyabr, Zəfər günü, yəni Bakıda keçirilmiş paradda, keçirilən hərbi paradda iştirak etmiş F-16 qırıcılarının texniki xidmətinə cavabdeh olan Türkiyə Hərbi Hava Qüvvələri heyətini və həmən təyyarələr üçün ehtiyat hissələrin daşıyırmış, yəni Türkiyədən Azərbaycana, Azərbaycandan da həmən xətt üzrə arxaya. Göyərtidə partlayıcı maddə olmayıb, qalıqlar üzərində xarici müdaxilə və yaxud partlayış izləri aşkarlanmayıb. Yəni bunun ilkin mənbələrdə idi. İstintaq orqanları qəzanın ilk əsas səbəbi üzərində dayanır. Birinci versiya təyyarənin yaşına aiddir ki, hansı ki biz indi onu sizdən müəyyənləşdirəcəyik. Belə ki, C-130 artıq 50 ildən çox istismarda olub. Son əsas texniki baxış isə 2020-ci ildə keçirilib. Mütəxəssislər hesab edirlər ki, korroziya və yaxud metal yorğunluğu uçuş zamanı konstruktiv sıradan çıxmağa səbəb ola bilər və ikinci ehtimal yüklənmə prosesi ilə bağlıdır. Belə ki, yük təyyarələrində düzgün sabitlənməyən yüklər uçuş zamanı yerini dəyişərək balansın pozulmasına, vibrasiya və nəticəsində konstruksiyanın zədələnməsinə səbəb ola bilər. Təyyarənin təbii ki, qara qutusu tapılıb. Çox istəyərdim, bax, o axırdan əvvəlki bənddə yüklənmə nəsə diqqətimi çatdı verilən məlumatlarla. Əgər də ki, Türkiyədən Azərbaycana 5 kilo və 5 ton yük gətirilibsə, təbiidir ki, arxaya da 5 ton yük
daşınmalı idi. Amma burada artıq yüklənmə nə ola bilər ki? Birinci, təbii ki, əlbəttə bu olduqca ağır bir mövzudur. Niyə? Çünki bu yerdə baş verən hadisə deyil və təyyarənin qəza görüntülərindən də aydın olur ki, artıq vizual görüntü mərhələsi, yəni video çəkilişlər və vətəndaşların, yerdə olanların gördükləri mənzərə artıq təyyarənin belə deyək, parçalandığı, yəni bir neçə hissəyə bölündüyü mərhələdir ki, gövdə hissə artıq idarə olunmaz formada aşağı enirdi. Təbii ki, təyyarə yük təyyarəsidir və ona görə də ilkin ehtimallar bu istiqamətdən başlanılır. Təbii ki, artıq yük də müəyyən amil ola bilər, rol oynaya bilər. Hətta ola bilər ki, yük nə qədər gətirilibsə, deyək ki, məsələn, 1 ton yük olubsa, məsələn, 1 ton da geri qaytarılır. Sadəcə olaraq təyyarəyə yüklər qoyulandan sonra onun orada bağlanması, yerləşdirilməsi məsələsi də əsas amillərdən biridir. Ümumiyyətlə yük təyyarələrində spesifik bir məqam var. Yüklərin paylanması prosesi, yəni təyyarəyə yüklər elə paylanır ki, təyyarənin içində orada ağırlıq yaradan heç bir məqam olmasın və ikincisi, sərt manevrlər zamanı həmin yüklər bağlanma yerindən çıxaraq kənara toxunmasın. Təbii ki, ilkin ehtimal toxunmasın deməzdik, toxunaraq ki, o ağırlıq qüvvəsini disbalans yaratmaq. Disbalans yaradır və hətta deyərdim ki, təyyarənin örtüsünə, yəni içərdən təbii ki, örtüsünə zədə yetirir. Ümumiyyətlə, belə bir sadə dillə ifadə eləsək, belə demək daha doğru olar. Təyyarədə kiçik bir dəlik açılarsa, nə qədər, enkəsi nə qədər olarsa. Deyək ki, məsələn, təxminən bir 50 santim diametrində formada, deyək ki, məsələn, bir dəlik açılarsa, içəriyə daxil olan hava kütləsi içəridə artıq təyyarənin həm uçuş məsələsinə ciddi problem yaradır, həm də təyyarənin digər hissələrinə ciddi xəsarət yetirə bilir. Çünki havada o problemi həll etmək, onu aradan qaldırmaq mümkün deyil. Çünki təyyarəyə hava təzyiqi kənardan daxil olur. İçərdən o havanın qarşısını almaq mümkündür. İçəriyə daxil olan havanın qarşısını almaq hansısa bir formada mümkün ola bilər, əgər kiçik dəlikdirsə. Amma təyyarənin kənarından havanın daxil olmasını və yaxud da o təyyarənin səthinə müdaxilənin qarşısını almaq mümkün deyil. Ümumiyyətlə, bu təbii ki, ehtimallardan biridir. Amma gəlin, biz texniki tərəflərinə baxaq. Gəlin birinci buradan başlayaq. Təyyarənin hər bir texniki texnikanın istismar müddəti var. Müəyyən dövrdən sonra həmin təyyarənin, ümumiyyətlə texnikanın, təyyarə və yaxud da hansısa bir texnika əsaslı təmirə də göndərilmir. Müəyyən dövrdən sonra əsaslı təmir də edilmir. Niyə? Çünki artıq bunun bir mərhələsi var, bunun bir dövrü var və xüsusən də təyyarələrdə bunun bir dövrü var və ondan sonra bu təyyarələr istifadə olunmur. Məsələn, deyək ki, Su-21 döyüş təyyarələri var, çox yaxşı vəziyyətdə olanları da var, amma onların istismar müddəti ümumilikdə bitdiyinə görə onu silahlanmadan çıxartdılar. Su-21 döyüş təyyarələrini. Və yaxud da İl-76 təyyarələr var. Bir qədər də dəqiqləşdirək, mən də xatırlayıram o prosesi.
o yenidən təmirə sərf olunacaq maliyyə vəsaitləri o qədər böyük olur ki, ona görə də ondan vaz keçib yeni konstruksiyada yeni bir növ təyyarənin üzərində işlənməyi vacib sayılır. Vacib hesab edirlər. İndi ikinci bir məqama siz toxundunuz sualda. Bu qara qutu ilə bağlıdır. Mən məlumat üçün deyim ki, təyyarələrdə iki belə deyək, qara qutu adlandırdığımız avadanlıq var. Bunun biri təyyarənin uçuş trayektoriyasını və texniki vəziyyəti. Hansı? Arxadakı texniki vəziyyəti qeyd eləyir özündə. Digəri isə pilotların bord istiqamətində olan isə həm prosesi qeyd eləyir, həm də bordun içində, yəni pilotlar arasındakı danışıqları da bu qeydə alır. Bu baxımdan artıq qara qutu əgər tapılıbsa, qara qutular artıq tapılıbsa və onlar artıq texniki müayinəyə göndərilibsə, verilib. Prezident Ərdoğan da vurğuladı ki, izah elədi ki, o qutular tapılıb, incələnəcək və məlumat veriləcək. Hətta prezident səviyyəsində məsələn dünən o da 1-2 gün ərzində baş verən, yəni proses 1-2 gün ərzində mümkün olmur, müəyyən bir müddətə ehtiyac var. Yəqin ki, yaxın günlərdə 4-5 gün ərzində artıq bu qara qutularda qeyd olunan proseslə bağlı məqsədə uyğun hesab olunan məlumatlar təqdim olunacaq. Hər bir halda bu təyyarədə əsas sual yaradan məqamlardan biri Gürcüstan hökumətinin açıkladığı informasiyadır ki, təyyarə birdən-birə radarlardan, yəni Gürcüstana daxil olduqdan sonra radarlardan itib. Və bu məqamlardan vacib məqamlardan biridir. Yəqin ki, bu da qara qutularda aydınlaşacaq. Orada qeyd olunan məqamlar araşdırılandan sonra aydınlaşacaq. Hər bir halda həm Gürcüstan tərəfi, həm Türkiyə tərəfi, çünki biz indi bu gizlin deyil, bunu açıqlamaq mümkündür. Türkiyənin özünün radiolokasiya sistemləri, yəni hansısa bir formada o əraziləri görürlər. Görə bilirlər. Həmin əraziləri görə bilirlər. Yəni xatırlayırsınızsa Qəbələ Erelisi Sovet Birliyinin inşa etdiyi, ortaya qoyduğu bir sistem idi. Hind okeanından, bəli, Hind okeanına qədər Aralı dəniz hövzəsinə qədər canlının hərəkətini belə izləyə bilirlər. Yəni nəzərə alsaq ki, bu 60-70-ci ildə ərşə gəlmiş lokasiya idi. Yəni köhnə sistem idi. İndi baxın, görün yeni sistemlər. Əlxüsusda peyklə əlaqə hansı dəqiqlik ortaya qoya bilir? Mən onu xatırlatmaq istəyirəm. Çünki müəyyən sosial şəbəkələrdə filan müəyyən informasiyalar, daha doğrusu fikirlər yazılır. Demək istəyirəm ki, Türkiyə deyirsiniz, siz sosial şəbəkələrdə gedən yazıları, əlbəttə ki, hər kəs sərbəstdir fikirlərində. Siz bir mütəxəssis kimi o fikirlərin istiqamətlərini təqdir edirsiniz, tənqid edirsiniz. Ümumiyyətlə, mən doğrumu müzakirə gedir? Fikrimin əvvəlində də onu demişdim. Yerdə baş verən qəza hadisələrini görmək, araşdırmaq daha asandır. Amma göydə baş verən hadisələrin araşdırılması üçün müəyyən vaxt tələb olunur. Bu vaxt gəlib çatmasa, bunlar araşdırılmasa, belə deyək, kəskin, hansısa belə deyək, qeyri-peşəkar mənbəyə, informasiya dayanmayan məlumatların yayılması cəmiyyətdə, həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə cəmiyyətində, həm də bu hadisəni izləyən dünya mediası tərəfindən fərqli qarşılanır. Yəni, bu dezinformasiya kimin qələmə verilə bilər? Zaten elədir. Yəni, sosial şəbəkələr... Mən o məqamı toxunmaq istəyirdim, Telman müəllim. Deməli, baxın, Türkiyənin radiolokasiya sistemləri təyyarənin uçuş trayektoriyası haqqında məlumatlıdırlar və görürlər. Belə demək mümkündürsə. Və
kənar müdaxiləni də eyni formada görmə imkanları var. Yəni kənardan hansısa bir müdaxilə olarsa, onu da görmək imkanları var. Bu baxımdan Türkiyənin bu gün səbirli şəkildə prosesi analiz etdikdən sonra məsələyə reaksiya bildirmək fikrində olduğu, Azərbaycan tərəfinin məsələ ilə bağlı konkret mövqeyinin olduğu, Gürcüstan tərəfində hər hansı bir kənar müdaxilənin olması ilə bağlı informasiyanın olmadığı, çünki öz ərazisidir və onun lazım olan avadanlıqları, texniki avadanlıqları bu təyyarənin həm də bir növ verilən o xəttə, həm də o əraziyə uçan uçağa da məsuliyyət daşıyır. Əlbəttə ki, məsuliyyət daşıyır. Daxil olur, məsuliyyət. O baxımdan bu məlumatlar olmadığına görə hesab edirəm ki, bu C-130 hərbi yük təyyarəsində kənar müdaxilələrin olması ilə bağlı səsləndirilən və yaxud da yazılan fikirlərin heç bir kökü yoxdur. Əgər belə bir şey olsaydı, həmin gün Türkiyə hərbi strukturu, Müdafiə Nazirliyi məsələ ilə bağlı necə ki, bizim deməli, sərnişin təyyarəsi Grozny üzərində vurulmuşdu və dərhal bizim dövlət nümayəndələrinin Qazaxstana uçuşunda və yerində analiz apardığından sonra Əl-Xüsusda Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri və əməkdaşları dərhal bəyanat vermişdilər ki, bortun kənardan zərbələr var, deşiklər açılır. Necə ki, Suriyanın şimalında Türkiyə ilə sərhəd ərazisində Rusiyaya məxsus amma Ramil bəy, təxribatların kateqoriyası da müxtəlif ola bilər. Yəni bu cür kobud və yaxud da ki, indi onlara gələr. Amma icazənizlə mən sizin bir qədər əvvəlki fikrinizi sonra sual şəklində sizə qaytararam. Amma tamaşaçıların, oxucuların, bizə baxanların, eləcə də ölkə daxilində də bu statistika bəllidir. Mümkünsə mən elə bu təyyarənin xüsusi texniki göstəricilərini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, dediyimiz kimi Türkiyə məxsus C-130 hərbi yük təyyarəsi ümumiyyətlə yaşı çox olsa da bir çox mütəxəssislər, o cümlədən Britaniyalı mütəxəssislər də bu növ deməli təyyarəni dünən də mən baxdım, belə deyək də çox peşəkar bir texnika kimi göstərilir ki, bu təyyarə hətta belə deyək də çox sərt, yəni aerodrom deyil, sərt deməli eniş edə bilir, dağlıq ərazidə çox rahat 4 onun mühərriki imkan verir ki, bu təyyarə müəyyən manevr etsin. Hətta belə bir fikirlər var ki, peşəkar mənbələrdən və mütəxəssislərdən ki, 4 mühərrikin 3-ü belə sıradan çıxarsa, təyyarə bir mühərriklə eniş edə bilər. Ona görə icazənizlə bir xarakteristika verək ki, məsələmiz biraz da genişlənsin. Dediyim kimi, ABŞ tərəfindən dizayn olunaraq istehsal edilən 4 turbovintli mühərrikə malik hərbi nəqliyyat təyyarəsidir. Yeri gəlmişkən burada bir vergül də qoyum. Bu hidra mühərrik deyil də, pərli mühərrik. Deməli, bu avtomatik olaraq quş birləşmələrinin nəticəsində baş vermə ehtimalını həddindən artıq aşağıya endirir. Bəli, tamamilə. Ki, bilirik ki, orada turbinli mühərriklərdə quşlar daxil olmaq mümkün və mühərriki son anda deməli sıradan çıxara bilir. 1954-cü ildən bəri 2500-dən çox təyyarə istehsal olunub, ABŞ, Kanada, Avstraliyada daxil olmaqla 60-dan çox ölkə tərəfindən fəal şəkildə istifadə olunur. Türkiyə hərbi qüvvələri 74 tam təchiz olunmuş əskər daşıya bilən təyyarəni 63-cü ildə bəri hərbi sıralarına daxil edib. C-130 çox məqsədli helikopterlərin və hətta 6 təkərli zirehli maşınlardan tutmuş standart paletli yüklərlə hərbi personala qədər geniş çeşiddə böyük ölçülü yük daşıya bilir. Dediyim kimi, burada bir məqsəd də var. Bilirsiniz ki, 74-cü ildə Rum-Yunan kəsimi Şimali Kiprdə o qətliamlar törədəndə Ecevit dövründə hərbçilərin böyük əksəriyyəti məhz bu təyyarələrdə Aralıq dənizinə etdilər və oradan daxil oldular. Siz bayaq bir məqamı vurğuladınız ki, yüklərin bağlanmasında ehtimal əlbəttə ki, etdiniz ki, düzgün quraşdırmama. Necə düşünürsünüz? Axı, Türkiyə sıradan bir ölkə və yaxud da ki, orduya malik deyil. NATO standartlarına, yəni NATO sıralarında ikinci orduya malik. Yəni, burada mən peşəkarlıq əmsalını önə çəkmək istəyirəm. Yəni, bir əskərin səhlənkarlığı ola bilər,
O dediyiniz Bəzən elə hadisələr, elə bir mərhələdə elə hadisələr baş verir ki, elə ölkələrdə baş verir ki, bu əlbəttə ki, ağlasılmaz olur. Təbii ki, ehtimallardan biridir hadisədə. Çünki qeyd elədiyimiz kimi kənardan müdaxilə yoxdur və qara qutular açılmayıb, açıqlanmayıb hələ orada qeyd olunan məqamlar. Üçüncüsü isə İçəridə hansısa partlayıcının olmasıyla bağlı da fikir yoxdur. Yəni deyilir ki, istisna edilir. Mən məlumat üçün deyim sizə, təyyarələrin, döyüş təyyarələrinin elektrik yüklənmə sistemi var. Sadə dinlənsək generatorları var. Onlar təyyarə uçmamızdan əvvəl onlar doldurulur. Yəni o elektriklə təchiz olunur. Müəyyən avadanlıqlar elektriklə. Çünki belə deyək, akkumulyator deyirlər. Bu bəs eləmir oradakı avadanlıqların istifadəsinə. Ona görə əlavə elektrik yükü verilir təyyarəyə və söhbət döyüş təyyarələrindən. Elektrik sıfırlanarsa həmən avadanlıqlar işə düşür. İşə düşür və bitmir elektrik. Və həmin o avadanlıqlar daşınır həm də. Yəni o əgər döyüş təyyarələri hansısa bir ölkəyə gəlibsə, orada hansısa bir məqsəd üçün istifadə olunursa, həmin avadanlıqlar gətirilir. O döyüş təyyarələri ilə birlikdə. Yəni onların təbii ki, indi hansısa bir partlayıcı yanacaq çəninin olması filan barədə bir məlumat yoxdur. Mən inanmıram ki, onun içində də hansısa bir partlayıcı bir maddə aparılsın. Çünki partlayıcı yüklərin daşınması prosesində təyyarədə o qədər insan olmur. Yəni partlayıcı yüklərin daşınma prosesində ancaq pilot köməkçisi və 2, maksimum 3 nəfər də əlavə heyət olur. Demək ki, bu yalnız və yalnız texniki heyət və texniki avadanlıqların sadəcə İl-76-lara xidmət üçün olan texniki avadanlıqların daşınması həyata keçirib. Bu baxımdan içəridə baş verən proseslərdə partlayış deyil, mən ona görə deyirəm ki, yükün yerinin dəyişməsi, yəni o belə deyək, hansısa bir sərt manevrdə yerinin dəyişməsi, yaxud da hansısa bir qırılma nöqtəsinin olması, bunlar əsas rol oynaya bilər. Əlbəttə, siz mühərrikin gücü haqqında danışdınız, təyyarənin... Həm də müddət məsələsi var. Ona gətirmək istədim ki, NATO təmsilçisi təyyarənin istismar müddətinin 50 ildən çox olması, yəni bu məsələlər diqqətə alınmayıb mütəxəssislər və yaxud da ki, Türkiyə Savunma Bakanlığı, yəni biz dediyimiz Müdafiə Nazirliyi. Yəni bu amillər ölçülüb biçilməyib ki, bilirsiniz ki, üzr istəyirəm, bir mütəxəssisi hazırlamağa neçə illər lazımdır, nə qədər vəsait lazımdır. Təbii ki, bu şəxslər, bu 20 nəfərin hər biri, baxın, görün, neçə illər yüksək peşəkarlıqla təhsil alıblar, istər Türkiyənin özündə, istər NATO sıralarında, fərqli ölkələrdə, Avropada, Amerikada, yəni birdən-birə bu 20 nəfər mütəxəssisin özü də ən önəmli indiki dövrdə hərbi, yəni hava məsələlərinin önə çıxdığı bir dövrdə 20 nəfərin itirilməsi, bax bu baxımdan deyirəm, nəzərə alınmayıb bu ki, bax bunlar 50 illik təyyarədə yox, da ki 10 illik təyyarədə aparılmalı. Biz ekspertizanın nəticələri tam açıqlanandan sonra, Türkiyə tərəfinin atacağı addımdan sonra prosesin hansı formada davam edəcəyini, istintaqın hansı formada davam edəcəyini görəcək. Əgər texniki məsələlərlə bağlı hansısa bir problem Türkiyə tərəfində çıxacaqsa, deyək ki, hansısa bir formada o cavab verəcək. Birisi tərəfdə çıxacaqsa, yəni təyyarənin özünün heyəti ilə bağlı çıxacaqsa, o açıqlanacaq. Hər bir halda düşünürəm ki, bu olduqca çətin bir mərhələdir. Yəni, hər bir detal ayrı-ayrılıqda müayinədən keçiriləcək, analiz olunacaq. Kənar müdaxilə, daxili müdaxilə, bütün bu proseslər
hamısı bir analiz olunacaq. Ondan sonra məsələ ilə bağlı artıq bizim məlumatımız olacaq. Çünki hazırda deyilən bütün fikirlər gəlir məsələnin məsələnin texniki tərəfinə və texniki tərəfin də cavabı əlbəttə ki, həm bu təyyarənin Türkiyədə dislokasiya olunan aerodromundadır, hava limanındadır və yaxud da qara qutulardadır ki, orada içəridə gedən proseslər barəsində məlumat veriləcək. Əmin bəy, dünən mən Facebook hesabımda bu qəza ilə bağlı paylaşım etdim və orada görüntülər təbii ki, Gürcüstan televiziya kanallarına götürmüşdüm. Orada mənim tanıdığım şəxs, Salam Məlikimiz var, belə deyək. Mən elə oradan yazdım, indi də qalır məndə. Vuruladı ki, öyle sizin dediyiniz o döngələr məsələsində ki, mən əskərlikdə orada olarkən xidmət göstərərkən bu tip təyyarələrlə NATO xətti ilə Əfqanistana yük daşınmalarda iştirak etmişəm. Və vuruladı ki, bu cür problemlərdəki təyyarənin bir neçə yerə bölünməsi, hansısa qəzaya uğraması göydə farsaj vəziyyətində baş verə bilər. Farsaj, yəni yəqin sizin dediyiniz sürətin artırılması. Təyyarə qalxır, müəyyəndəki yük ya yüksəklik əldə etmək üçün daha çox sizin də vuruladığınız kimi, belə deməyim, işte qazlama prosesi baş verir və bu zamanda deyir ki, yalnız o proseslə ən çox o vəziyyətlərdə baş verir ki, yəni öz şəxsində bunu vurğulayır ki, biz Əfqanistanda bilirsiniz də, relyef çox mürəkkəb bir ərazidir, dağlar, müxtəlif ərazilərinə eniş edir. Və bəzən biz deyir o hadisələri, o hallarla məhz o vaxt rastlaşırdıq, təyyarə farsaj olanda biz az qalırdı ki, hiss eləyək ki, təyyarə ya bu dəqiqə dağılacaq, ya və hansısa şəkildə deməli problemlər yarana bilər. Siz vəziyyəti izləyirsiniz. Mən açığı deyim ki, NATO tərəfindən, NATOya üzv ölkələrin hərbi kontingenti tərəfindən, bəlkə diqqətimdən yayınıb, mütəxəssislərin məsələyə, bu qəzaya elə də bir geniş fikirlərinə rast gəlmir. Yoxdur, elə fikirləri yoxdur. Qərb ölkələri ola bilər, amma hər halda təyyarə bir NATO ölkəsinin təyyarəsidir. Mən də həm Amerika tərəfinin, həm digər qərb ölkələrinin, Avropa ölkələrinin mütəxəssislərinin bu məsələyə çox diqqət yetirmədiyini, yəni məsələni çox müzakirə etmədiyini gördüm. Əgər belə bir şey olsaydı, yəqin ki, informasiya yayılardı. Nə rəsmi, nə də qeyri-rəsmi formada bu məsələ o qədər müzakirə olunmur. Yəqin ki, müəyyən məsələlər var. Əlbəttə ki, hadisə baş verməsi ilə bağlı təyyarəni istehsal edən müəssisə, şirkət, səhv etmirəmsə Lockheed Martin şirkətidir, Amerika Birləşmiş Ştatlarının. Həmin şirkətin mühəndisləri, mütəxəssisləri ekspertizanı aparmaq üçün hadisə yerinə gələcəklər və qara qutunun açılması prosesində iştirak edəcəklər. Çünki bu təcrübədə belədir. Bizdə də qəza baş verəndə Embraer şirkətindən. Mən bilirəm ki, siz daha çox hərbi məsələləri şərh edirsiniz. Siyasi məqamlara toxunmaqdan bir növ yayınırsınız və yaxud da hesab edirsiniz ki, o sizin sahə deyil. Əlbəttə ki, hər birimiz müəyyən miqdarda məsələyə diqqət yetirə bilərik. Amma biz sosial şəbəkələri izləyirik, belə bir fikirlər də yayılır ki, burada məsələn, çox üzr istəyirəm, Rusiya izi, burada Qərb izi, burada İran izi axtarışları da var. Yenə deyirəm, bu da təbiidir, proseslər olub deyə şəxslər bu fikirləri bildirir. Məsələn, Rusiya ilə bağlı vurğulayırlar ki, Ukrayna ərazisinə xatırlayırsınızsa, İndoneziya məxsus sərnişin təyyarəsinin vurulması və böyük Boeing təyyarəsi idi içərisində. Xatırlayıram, Donetsk üzərində. Buk gəlib vurmuşdu, beynəlxalq məhkəmə qərar da verilib, amma Rusiya bu günə qədər də yayınır və bu məsələlərdən uzaq düşür. Sonra bəlli bizim, Allah rəhmət eləsin, bizim sakinlər, sərnişinlər Grozny üzərində və bilirsiniz ki, bu məsələlər hələ də antagonik, narazı bir vəziyyətdə qalır, doğrudur. Rusiya rəhbərliyi bununla bağlı şəxsən prezidenti də hansısa şəkildə məsələni etiraf etməyə çalışsadı, doğru Azərbaycan tərəfində qane etmir, amma bu da faktdır ki, artıq vurulub. Bu avtomatik vurulub və yaxud da ki,
həmin vurulan o raketin arxasında şəxs olub, zabit olub, bu artıq məsələnin başqa tərəfi. İranla da bağlı zaman-zaman bilirsiniz ki, müəyyən gərilmələr var, qabarmalar var, fikirlər var. Və ələlxüsus Azərbaycanda Bakıda keçirilən 5 illiklə bağlı son parad, çox möhtəşəm parad, həm texnikanın nümayişi, yeni texnikaların, siyasi mesajlar və nəhayət biz efir qabağı da danışdıq ki, Azərbaycanın ən önəmli strateji müqavilələrin bağlanacağı bir mərhələdə yeni tərəfdaşlıq müqavilə, yəni burada Türkiyə, Pakistan və Azərbaycan. Necə düşünürsünüz? Burada siyasi motivdən irəli gələrək ola bilərmi? Bax, bununla da biz istəyərdim bir mövzuya nöqtə qoyaq. Əlbəttə ki, Türkiyə, Azərbaycan və Pakistan arasında münasibətlərin istiləşməsini və hərbi strateji tərəfdaşlığa çevrilməsini istəməyən qüvvələr var. Bu təbiidir. Çünki Türkiyə və Pakistanın Azərbaycanla müttəfiq olması, tərəfdaş olması Azərbaycanın hərbi təhlükəsizlik imkanlarını daha da genişləndirir. Var, amma fakt olmadığı halda biz hansısa bir ölkəni şifahi olaraq hansı ölkəni və yaxud da ölkələri, hansısa ölkələri ittiham edə bilmərik. Çünki bu ittiham sonraki mərhələdə diplomatik gərginliyə və hətta deyərdim ki, daha böyük gərginliklərə yol aça bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tərəfi, Azərbaycan öz hadisədə, yəni Azərbaycan tərəfinin proseslərdə hansı formada iştirak elədiyi bəllidir. Yəni dəstək verilib, texniki dəstək. Vurğuladı. Onu da Rəcəb Tayyib Ərdoğan vurğuladı. Dünənki çıxışında da, üzr istəyirəm, iclasda, müşavirədə həm Prezident İlham Əliyev və eyni zamanda Gürcüstan Baş naziri Qabaxidze xüsusi təşəkkür elədi ki, Qəzzanın qalxlarının aradan qaldırılması, şəhidlərin nəşinin müvafiq qaydada təqdim olunmasından bağlı digər texniki məsələlərin həllində ən yüksək səviyyədə, hətta belə vuruladı ki, ən yüksək səviyyədə diqqət göstərilir. Bu da təbiidir. Türkiyə deyəndə Azərbaycan başa düşülür, Azərbaycan deyəndə Türkiyə başa düşülür. Ona görə də mən sizə təşəkkür edirəm. Çox sağ olun. Hər halda prosesləri izləyəcək. Sizin də vurguladığınız kimi güman ki, yaxın günlərdə rəsmi açıqlama olacaq. Məncə də rəsmi açıqlama olana qədər səsləndirilən fikirlər təbii ki, ehtimallar üzərindədir. Çünki nə baş veribsə, təyyarənin özündə baş verib, içində baş verib və ən yaxşı... Təşəkkür edirəm. Tamaşaçıların diqqətinə çatdırmaq istəyirik ki, biz bir neçə gün bundan öncə Azərbaycandan, Gəncədən Türkiyə istiqamət alan 130 təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasını müzakirə etdik. Onun səbəblərini, təyyarənin texniki tərəflərinə bir diqqət yetiririk. Hörmətli ekspertimiz Ramil Məmmədli vurğuladı ki, elə də mən də razılaşıram bu fikirlərdə ki, rəsmi açıqlama olacaq. Çünki 20 nəfər şəhid çox böyük bir rəqəmdir və mütəxəssislər mənə elə gəlir ki, Türkiyə tərəfi bu məsələlərə sıradan sadə şəkildə hadisə kimi baxmayacaq. Mütləq şəkildə proseslərə çox dəqiqliklə cavab veriləcək. Hörmətli tamaşaçılar, verilişimiz başa çatdı. Sağ olun, salamat qalın.